Deməli, getdik uşaqlar. Başladıq. Dərsimiz nə olacaq? Üçbucaqların izahı. Bölmə deyəcəm uşaqlar. Bölmə deyəcəm. Bizə əsas lazım olan hissələri. Birinci bölməmizin adı nədir? Testimizdə səhifəsini açın, gözün qabağında qalsın. Səhifə 144-dən başlayır. Deməli, birinci bölmə üçbucaq bərabərsizliyi, üçbucağın perimetri. Ümumiyyətlə, üçbucaq nədir? Üçbucağa tərif versək, qısaca. Üç parçadan və bu parçaların ardıcıl birləşməsindən əmələ gələn fiqura üçbucaq deyilir. Görürsən ki, AB parçası, BC parçası, bir də AC parçasıdır. Bunları birləşdirdik, alınır üçbucaq. İndi bunları söz yox, bilirsiniz, deməyə ehtiyac yoxdur. Perimetr deyəndə nə başa düşürdük biz? Bütün tərəflərin cəmi. Fərqi yoxdur, hər hansı bir fiqurun perimetri onun tərəflərinin cəmi olacaq. İndi burada ABC üçbucağın perimetri nədir? X üstə gəl Y plus Z. Bunu onsuz da əminəm ki, bilirsiniz. Burada problem yoxdur. Gəldiyi əsas məsələ nədir? Üçbucaq bərabərsizliyinə. Birinci başlayaq sadədən. Nədir üçbucaq bərabərsizliyi? Üçbucaq bərabərsizliyi uşaqlar biz iki belə deyim də məna ilə başa düşə bilərik. Var tərəfə görə üçbucaq bərabərsizliyi, var bucağa görə üçbucaq bərabərsizliyi. Tərəfə görə nədir? Məsələn, iki tərəfi verəcək sənə, üçüncü tərəfi verməyəcək. Deyəcək, bu üçüncü tərəf neçə ola bilər? Bunun gəl qaydasına baxaq. Əgər uşaqlar üçbucaqda iki tərəf verib, üçüncü tərəfi soruşursa, bizim axtardığımız o üçüncü tərəf, verilən üçbucağın o iki tərəfi yoxdur. Onların cəmindən mütləq ki, kiçik olacaq. Fərqindən isə böyük olacaq. Mən burada modulda açıqlısın belə yazıram. Çünki indi bilmirəm də hansı A böyükdən kiçik çıxartsam belə bir. Tutaq ki, məsələn, mən bu tərəfə 7 yazsam, bu tərəfə 9 yazsam, soruşsa ki, x hansı qiymətləri alar? 7 ilə 9-un cəmi 16-dan kiçik, fərqi isə 2. 16-dan kiçik 2-dən böyük ədədlər olacaq. 3, 4, ta 15-ə qədər. Üçbucaq bərabərsizliyin nə olduğunu bildik uşaqlar. Problem yoxdur burada. Həsən, Əhməd, yoxsun, səs gəlmir. Aydındır? İndi biraz istisna hal var uşaqlar. Orada şərt verəcək sənə. Məsələn, burada alfa bucağı yazar. Şərt verər. Alfa 90-dan böyük olanda nə olacaq? 90-dan kiçik olanda nə olacaq? Onu ən axırda deyəcəm. Orada düz bucağı, üç bucağı keçib, Pifagoru deyim, sonra istifadə edəcəm ondan. Düstur olaraq desəm, yadda qalmayacaq. Onun üçün daha rahat bir yol izah edəcəm sizə. Nəysə, bu heç axırıncı işimizdir. Sonra var bucağa görə üçbucaq bərabərsizliyi. Bucağa görə üçbucaq bərabərsizliyi nədir? Ümumiyyətlə, üçbucağın daxili bucaqların cəmi 180 dərəcədir uşaqlar. Alfa, beta, gamma. Deməli, sən bilirsən ki, alfanın, betanın, gammanın cəmi hər zaman nə olacaq? 180 dərəcə. Üçbucağın daxili bucaqların cəmi 180 dərəcə. Bu heç. Üçbucaq bərabərsizliyi bucağa görə nədir? Üçbucaqda böyük tərəfin qarşısında hər zaman böyük bucaq duracaq. Məsələn, tutaq ki, mən bura bir A yazsam, bura bir B yazsam, bura bir C yazsam. Məsələnin şərtində, əgər misal üçün sənə veribsə ki, alfa böyükdür betadan, bu da böyükdür gammadan, indi ən böyük bucağımız alfadırsa, deməli alfanın qarşısındakı A tərəfimizdə nə olacaq? Ən böyük olacaq. Olacaq A böyükdür B-dən, bu da böyükdür C-dən. Oldu uşaqlar? Problem yoxdur ki? Deməli. Əla, tutardı getdi. Sonra davam eləyənə. Bu bölmə bu qədər. İkinci bölməmiz üçbucağın medianı, tənbölənin hündürlüyü, medianların və tənbölənin xəssəsi. Deməli, birinci baxaq tənbölənə. Tənbölən nədir? Tənbölən qaydasını biz parçanı, həndəsə nəsəlanlaşlarını keçəndə də demişdim sizə. Tənbölən nə idi uşaqlar? Bucağı yarıya bölür. Fərqi yoxdur. Bu üç bucaqda da ola bilər, kvadratda da, nə biləm, paralelogramda da, 12 bucaqda da fərqi yoxdur. Tənbölən varsa bucağı yarıya bölür, xəssəsini bilməliyik. Bu o ki, öz yerində. İndi üç bucaqda tənbölən üçün hansı qayda var? Gəlin ona baxaq. Üç bucağın tənbölənə aid bir dənə qaydamız var uşaqlar. Hər il ona aid bir dənə sual düşür. Hər il ona aid bir dənə sual, yəni sizi gözləyir. Bura bir D yazsaq, məsələn, bura alfa, burada alfadırsa, deməli, olacaq AB-nin A-dəyə nisbəti bərabərdir, uşaqlar, yadda saxlayın, BC-nin DC olan nisbəti. Buna aid hər il bir dənə sual sizə düşəcək, hər il. Buna aid bir dənə sual düşür. Məsələn, tutaq ki, deyəcək, B-də tənböləndir, tutaq ki, buranı yazar 18, buranı yazar 6,
Nə bilim, buranı yazar 15. DC-ni yazmaz, x. Deyər DC-ni tap. Qaydaya görə yazacaqsan 18 bölünsün 6 bərabərdir 15 bölünsün x. Buradan da çarpaz vursan və yaxud da ki 18-i 6-ya böləndə neçə düşür uşaqlar? 3 dəfə düşmür. Deməli x neçəymiş? 5. Bu tərəfimiz oldu 5. Səndən AC tərəfində soruşsa 6 o da 5 cavab olacaq 15-də 11. Aydındır? Tənbələn aid bu qaydanı mütləqdir ki, əzbərdən hər zaman bilməlisiniz. Yaxşımı? Bu belə. Bir dənə də səbirli olun. Bir dənə bir şeyə baxım, qaydırıq. Başlayaq uşaqlar. Qapıda ölürdüm, ona görə saxlayası oldum. Deməli, tənbələnin qaydasını dedik. Bir də əlavə olaraq tənbələ aid bir dənə də qayda var. Elə bil tənbələnin özünün uzunluğunun tapılması. Düzdür, o qədər də istifadə olunan bir qayda, düstur deyil. Çox az hallarda ona aid bir dənə sual düşür, amma yenə də deyəcəm. Deməli, bayaqçı şəkli bir dənə qayda, tutaq ki, bura A-dır, bura B-dir, bura C-dir. Seçək bunu, alfa. BD tənbələndir. İndi səndən bu BD-nin uzunluğunu verir. Məsələn, üçbucağın tərəflərini verər, AB-ni də verər, BC-ni də, həmin AC tərəfinin aşağılarını da verər hissələri. Tutaq ki, məsələn, AD nə qədərdir, DC nə qədərdir. Soruşar BD-ni tap. Onun üçün bu düsturdan istifadə edəcəksən. Deməli, BD-nin kvadratı bərabər, biraz pinti yazdır, düzəldir bunu. BD-nin kvadratı bərabər AB vurulsun BC çıx AD vur DC. Bax, bu düsturdan istifadə edib həmin o tənbələnin uzunluğunu tapacaqsan. Uşaqlar, tənbələ aid bu. Bu qaydaya əsasən, düzdür, bu ikinci yazdığım o qədər də deyim ki, istifadə olunmur. Az hallarda, məsələn, bəzən sınaqlarda falan rast gəlinir. Amma bundan əvvəl dediyim düstur hər il, aç məsələn bu ilki qəbula bax. Buraxılışda da var ona aid bir sual, blokda da var ona aid bir sual. Hər il ona aid bir sual düşür. Tənbələnə aid bu qədər uşaqlar. Tənbələnə aid başqa heç nə yoxdur. Burada qaranlıq qalan nəsə olmadı ki, başa düşdük bunları. Keçirəm mediana. Bəli. Tamam. İndi gəldik mediana. Görək median nədir? Uşaqlar dedik, tənbələn bucağı yarıya bölür. Median isə tərəfi yarıya böləcək. Yəni, üç bucağa aid olan bir xətdir, parçadır. Tərəfi yarıya bölür. Bura x-dirsə, bu da olacaq x. Median nə oldu uşaqlar? Tərəfi, çıxdığı təpədən qarşı tərəfi yarıya bölən xəttə median deyilir. Mediana aid 2 dənə qaydamız var uşaqlar. Birinci qaydamız nədir? Məsələn, hər hansı bir üçbucaqdır. Bir üçbucağın maksimum 3 dənə median ola bilər. Çünki 3 tərəfi var axı. Əgər bu 3 medianın 3-ü də çəkilərsə, Yusuf, yadındadırmı? Bunlar hansı nisbətdə bölünür? Təpədən başlayaraq 6'da 1 ama yani. 2'nin 1'ə nisbətində bölünəcək. Medianlar nə olur? Təpədən başlayaraq 2'nin 1'ə nisbətində bölünəcək. Məsələn, tutaq ki, bura 6-dırsa, avtomatik bura nə qədər olacaq? 3. Nə bilim, bura 10-dursa, bura 5 olacaq avtomatik. Aydındır? Qaydamız nə oldu? 3 bucağın 3 median 3-ü də çəkilərsə, bu medianlar təpədən başlayaraq 2'nin 1'ə nisbətində bölünəcək. Qurtardı, getdi. Bəs ikinci qayda nədir uşaqlar? İkinci qayda, medianla tərəf arasında bir düsturumuz var. Nədir məsələ? Tutaq ki, sənə üçbucağın tərəflərini verər. 3 tərəfin üçündə A-nı, B-ni, C-ni. Hər hansı bir tərəfə, məsələn, C tərəfinə çəkilən medianı səndən soruşar. Tutaq ki, məsələn, bura bir median çəkirəm. MC ilə işarə edirəm. Olacaq MC bərabər. Düsturumuz budur. 2-də 1 vurulsun. Kök altında. 2A kvadrat. Üstə gəl 2B kvadrat. Çıxılsın C-nin kvadratı. Aydındır? Mediana da aid bu qədər uşaqlar. İndi sonra əlavə bir şey köməkçi düsturlarımız var. Sahə ilə falan əlaqəli. Onlar misalların üzərində daha aydın deyəcəm. İndi desəm beyniniz yorulur. Mediana aid bu qədər. Getdik. Yerdə qaldı hündürlük. Hündürlük nədir? Çıxdığı təpədən qarşı tərəfə qədər ən qısa məsafəyə hündürlük deyilir. Elmi cümlə ilə desək belədir. Qısaca desək 90 dərəcə altında çəkilmiş xəttə hündürlük deyilir. Bax belə. Bu oldu bizim nəyimiz? Hündürlüyümüz.
Hündürlüyə aid əlavə qaydalarımız uşaqlar bizim düz bucaqlı, üç bucaqlıdır. İndi bunu birazdan deyəcəm, hələ ki tələsməyək. Sadəcə tərifini dedim indi. Hündürlük nə oldu? Çıxdığı təpədən qarşı tərəfə qədər ən qısa məsafə deyilir və həmin tərəfi 90 dərəcə bucaqda kəsir. Vəsiyo. Bunlar bu qədər. İndi bu dediklərimizin üçünə aid ortaq bir qayda deyəcəm. Məsələn, sənə üç bucaq verər. Sənə hər hansı bir üç bucaq verər. Məsələn, üç bucağın hər hansı bir təpəsindən, bu təpədən bir dənə hündürlük çəkir. Bir dənə tutaq ki, nə bilim, median çəkər. Buna M yazar. Bu arada median M-lə işarə olunur. Hündürlük H-la, tənbölən də L-lə işarə olunur uşaqlar. İndi səndən bunları müqayisə eləməyi soruşar. Soruşar ki, deməli, müqayisə elə. Bunlardan hansı böyüdür, hansı kiçikdir? Deməli, nə deyirsən? Yadda saxla. Biz bayaqlar tərifdə nə dedik? Dedik ki, hündürlük çıxdığı təpədən qarşı tərəfə qədər ən qısa məsafə deyilir. Deməli, nə olacaq? Bu üç dənənin içərisində ən qısa olan olacaq hündürlük. Hündürlük kiçikdir tənböləndən, bu da kiçik olacaq mediandan. Çox adam qarışdırır, bu hündürlüyü bilir, heç. Hündürlüyü ən qısa məsafə olduğuna görə ən kiçik götürür. Sonra deyir, tənbölən daha böyüklər, yox. Amma tənbölən mediandan nədir? Kiçikdir. İndi bu şəkilə baxma da, şəkillə mən aygırasını çəkmişəm. Qaydamız nə oldu? Hündürlük kiçikdir tənböləndən, o da kiçikdir mediandan. Aydındır uşaqlar? Problem yoxdur bura kimi? Xeyr. Xeyr. Bu bölmədə bu qədər. Burada da bir şey qalmadı. Sonra gəldik növbəti 3-cü bölməmizə. Üç bucağın daxili bucaqların cəmi, xarici bucaqların cəmi. Daxili bucaqların cəmi bayaqlar dedik ki 180 dərəcədir. Xarici bucaqların cəmi uşaqlar 360 dərəcə olacaq. Ümumiyyətlə nəinki 3 bucaq, bütün çox bucaqların, istər 4 bucaqlı, istər 5 bucaqlı, istər 117 bucaqlı olsa fərqi yoxdur. Xarici bucaqların cəmi hər zaman 360 dərəcə olacaq. Aydın demə? Vəsiyo. Bu bölmədə bir dənə daxili bucaqla xarici bucaq arasında bir asılılıq düsturu var. Gəl ona bir dənə baxaq, sonra davamına keçərik. Belə bir qaydamız var ki, uşaqlar, üç bucaqda iki daxili bucağın cəmi onunla qonşu olmayan bir dənə xarici bucağa bərabərdir. Məsələn, sən bura 70 dərəcə, bura 50 dərəcə yazsan, avtomatik bura olacaq nə qədər? 120 dərəcə. Qutardı, getdi. Aydındır? Vəsiyo. İndi bunun isbatını da deyim sizə. Yəni, əslən bunu bilməsən də o qədər də problem deyil. Bu sənə sadəcə harada problem yarana bilər? Ola bilsin, nəzəri sual salar, deyər doğrunu seç. Variantda yazar ki, 3 bucağın 2 daxili bucağın cəmi onunla qoşulma bir xarici bucağa bərabərdir. Hə, orada məsələn, görürsən bu cümlə düz idi, yoxsa səhv qarışdıra bilərsən, orada lazım olacaq. Amma belə şəklin özündə bu düsturu bilməsə də tapa bilərsən. Niyə görə? Bilirsən ki, daxili bucağın cəmi 180 dəqiq, 70, 50, 120, deməli bura nə olmalıdır? 60 olmalıdır, 180 olsun, düzdür? İndi buranı 60 tapdınsa, axı bu açıq bucaqdır. Açıq bucaq özü 180 dərəcə olduğuna görə nə olacaq? 180-dən bir dənə 60-ı çıxarsa, yerdə yenə də nə qalacaq? 120 dərəcə. Oldu? Burada problemi olan uşaqlar yoxdur ki? Xeyr mən. Lap gözəl. Sonra var üç bucaqda orta xətt anlayışı. Nədir orta xətt? Üç bucağın orta xətti uşaqlar adından məlumdur. Ümumiyyətlə orta xətt nə olar? Yəni bir şeyin orta xətti həmin fiqurun düz ortasından keçəcək də, deməli düzdür. Buradan belə bir xətt çəkilir. Bax bu oldu orta xətt. İndi görə orta xətt nə edir? Nə iş görür? Nələrə yarayır? Ona baxaq. Üç bucağın orta xətti deməli üçbucağın yan tərəflərini yarıya bölür. Özü isə oturacağın yarısına bərabərdir. Bura A-dırsa, məsələn, burada A olacaq. Bura B-dirsə, burada B olacaq. Əgər bu özü X-dırsa, oturacaq olacaq 2X-a. Aydındır? Bəli. Tamam. Bəli. İndi belə bir misal verirəm mən sizə uşaqlar. Məsələn, deyirəm ki, ABC üçbucağıdır. Burada bir M-in orta xətti çəkirəm. Bu M-in orta xəttin uzunluğunu 8 vermişim. Bura 5 yazıram, bura 4 yazıram. Deyirəm ABC üçbucağının perimetrini tap. İndi uşaqlar, orta xətt dediyi neyini? Yarıya bölür. Bu 5 isə burada 5 olacaq, bu 4 isə burada 4 olacaq. Dedik, oturacağın yarısına bərabərcə burada olar 16. Toplamda 8, 10, bu da 16. 10 o da 16, 26 üstü 8 gəlsək, neçə eləyir? 34. Aydın oldu uşaqlar? Var.
Bəli. Sonra üçbucağın növləri var. Var bərabər yanlı. Ümumiyyətlə üçbucağın 4-dən var uşaqlar. Var bərabər yanlı, var bərabər tərəfli, var düzbucaqlı üçbucaq, var müxtəlif tərəfli üçbucaq. Gəl bərabər tərəfli və bərabər yanlı üçbucağa baxaq. Bərabər tərəfli üçbucağa tərif versək, bütün tərəfləri və bütün bucaqları bir-birinə bərabər olan üçbucağa bərabər tərəfli üçbucaq deyilir. Bir bucağı isə 60 dərəcədir. Niyə görə 60 dərəcədir? Çünki dedik bucaqları bərabərdir axı. Üçünə də alfa desəm, 3 alfa bərabərdir 180, alfa da bərabərdir 60 dərəcə olacaq. Bərabər tərəfli üçbucağın qaydasını bildik uşaqlar. Problem yoxdur. Xeyr. Əlavə qaydamız var, onu deyəcəm. Bir də var bərabər yanlı üçbucaq. Adından məlumdur uşaqlar. Necə bərabər tərəfli üçbucağa bütün tərəfləri bir-birinə bərabər demədik? Bərabər yanlıda da nə olacaq? Yan tərəfləri və yan bucaqları bir-birinə bərabər olan üçbucağa deyiləcək. Tutaq ki, məsələn, bərabər yanlıya aid belə bir misal verərsən. Deyər, oturacağa bitişik bucağı tutaq ki, 40 dərəcədir. Təpə bucağını tap. Bu 40-dırsa deməli, burada da 40 olacaq. 40-40, 80-sə deməli, avtomatik yuxarı nə qədər olar? 100 dərəcə ki, 180-ə çatsın. Aydındır? Bəli. Tamam. Sonra. İndi uşaqlar, həm bərabər tərəfli üçbucağa, həm bərabər yanlı üçbucağa aid belə bir qaydamız var. Tutaq ki, bu bərabər yanlı üçbucaqdır uşaqlar. Bu bərabər yanlı üçbucaqda təpədən bir dənə çəki xətt çəksən. Bax, bu xətt həm hündürlüyü olacaq, həm median olacaq, yarı böləcək x, həm də tənbölən olacaq. Bərabər tərəfli və ya bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük, median, tənbölən üçü də bir-birinin nə olacaq? Eyni şey olacaqlar. Yəni, eyni funksiyanı daşıyacaq. Hündürlük kimi baxatsan, 90 dərəcə bucaqdan keçəcək. Tənbölən kimi baxsan, bucağı yarıya böləcək. Median kimi baxsan, kəsdiyi tərəfi yarıya böləcək. Bərabər yanlıda yalnız təpədən çəkiləndir. Amma bərabər tərəfli olsa uşaqlar, bax, buradan çəkilən də eyni şey olacaq. Buradan çəkilən də eyni şey olacaq. Aydındır mı? Bəli. Tamam. İndi gəldik düzbucaqlı üçbucağa. Ən çox düsturlarımız buradadır uşaqlar. Düzbucaqlı üçbucaq nəyə deyilir? Bucaqlarından biri düzbucaq. Yəni 90 dərəcə olan üçbucağa düzbucaqlı üçbucaq deyilir. Düzbucağın qarşısındakı tərəf, yəni C adlanır hipotenuz. Bitişik tərəflər isə, düzbucağa bitişik tərəflər isə, yəni A və B isə olur katet. Düzbucaqlı üçbucaqda 90-ın qarşısındakı tərəf adlanır hipotenuz, 90-a bitişik tərəflər adlanır katetlər. Burada ən vacib və məşhur bir qaydamız var, Pifaqor teoremi adlanır. Məsələn, 2 dənə tərəfi verəndə 3 tərəfin tapılması üçün qaydadır. Nə idi qaydamız? Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni A kvadrat üstəyənsin B kvadrat bərabərdir C-nin kvadratı. Aydındır? Tutaq ki, məsələn, buranı 3 versə, buranı 4 versə, Pifaqora görə C kvadratı bərabərdir 3-ün kvadratı 9 üstəyənsin 4-ün kvadratı 16 elədik 25. C kvadratı 25-dir, C də bərabərdir 5 olacaq. Okeydir uşaqlar, aydındır? Bəli. Əla. İkinci qaydamız mütləqdir ki, yuxuda da soru istalar, bunu sən deməlisən. Bucağa aid bir qaydamız var. Bucağa aid 3 dənə qayda var uşaqlar. 30 dərəcə buna qarşısındakı katet, 60-ın qarşısındakı katet, 45-in qarşısındakı katet. 60 ilə 45-i demirəm, onu bilməsəndə problem deyil. Pifaqordan tapacaqsan. Amma 30-un qarşısındakı katet söhbəti, dediyim kimi, gecə saat 3-də də səni yuxudan durğursalar deməlisən. Tutaq ki, bura 30 dərəcədirsə, qaydamız nədir uşaqlar? 30-un qarşısındakı katet hipotenuzun yarısıdır. Bu 30-un qarşısındakı katet x-dirsə, hipotenuz avtomatik nə olacaq? 2x. Tutalım. Mən bura 8 yazsam, hipotenuz nə olar? 16. Aydındır? Hə. İndi deyərsən müəllim, bəs 60-ın qarşısındakı katet nə idi? Qaydamız, indi uşaqlar 30-90 avtomatik bura 60 olur axı. Qaydamız belədir ki, 60-ın qarşısındakı katet 30-un qarşısındakı katetin kök 3 mislidir. Bura 8 kökdə 3-dür. Hə. İndi bunu amma bilməsən də problem deyil. Sən o 8 ilə 16-nı tapdınsa, Pifaqorda qoyub yerinə hesablayım olsa cavabı tapacaqsan. Sadəcə bu nə edir? Sənin köməyinə çatır. İndi bilirsən 60-ı da lap gözəl, işin daha qısa olacaq. Yox, bilməsən də problem deyil, amma 30 dərəcəni bilmək lazımdır. 45 dərəcə nədir? Onu da deyək, düzdür, onu da özün, onsuz da Pifaqordan tapa bilərsən, amma yerində deyil. 45 dərəcə olanda uşaqlar, bu 90-dır. Məsələn, bura 45-dirsə, avtomatik bu da 45 olmalıdır, 180-ə çatsın. Bura x, bura x-dirsə, qaydaya görə bura x kökdə 2 olacaq. Yəni 5-dirsə, hipotenuz 5 kökü olar, 10-dursa 10 kökdə 2 olar. Bilməsən də dediyim kimi, problem deyil.
Pifagordan istifadə edib tapa bilərsən. Bura qədər problemimiz yoxdur ki, uşaqlar. Xeyr mən. Əla. 2 düsturumuz getdi. Sonra düzbucaqlı üçbucaq qaydalarımız çoxdur. İndi düzbucaqlı üçbucaqda hipotenuzdan median çəkə bilər, tənbölən çəkə bilər, hündürlük çəkə bilər. Gəl ona aid qaydalara baxaq. Tutaq ki, düzbucaqlı üçbucaq vermişəm. Bu düzbucaqlı üçbucaqda hipotenuza median çəkilir. Yadda saxla. Hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. Məsələn, sənə belə bir misal verəcək. Keçən ildə yoxsa onunla Brüsseldə səfər eləməsi imtahana düşmüşdü. Belə bir sual var. Deyir ki, şifahi gözlə, şəkilsiz. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza çəkilmiş medianla hipotenuzun cəmi 39 olarsa hipotenuzu tap. İndi mediana m desən, hipotenuz 2m olacaq. Cəmi oldu 3m bərabərdir 39. M də bərabərdir 13. Səndən medianı soruşsa 13, amma hipotenuzu soruşur deyil, 2-yə vuracaq, cavab olacaq 26. Oldu uşaqlar? Bəli. Oldu mən. Əla. Sonra hündürlük çəkək. Hündürlüyə aid hansı qaydalarımız var uşaqlar? Birinci növbədə 3 dənə yoxsa 4 dənə əsas vacib düsturumuz var. Onları deyirəm sizə. Deməli, birinci növbədə tutaq ki, hündürlük çəkilib uşaqlar. İndi bu kəsdiyi hissələri, bunu bəzən proyeksiya da deyir, bəzən hissələr də deyir. Məsələn, m və n-dir. M, n kimi götürsək, deməli uşaqlar, buna da bir hündürlük desək. Birinci növbədə belə bir qaydamız var. Hündürlüyün kvartı bərabərdir n vurulsun n-ə. Məsələn, tutaq ki, buranı məsələn 2 desə, buranı 8 desə, h kvartı bərabərdir 2 vurulsun 8, 16. H da bərabərdir olacaq neçə uşaqlar? 4-ə. Aydındır? İkinci növbədə indi birdən həmin hissələri yox, tam olaraq versə, bəs hansı qaydadan istifadə edəcəksən? Məsələn, bura A yazıb, katetlərdə verib, bura B, bir də hipotenuzu tam verib, yəni hissəsini verməyib. O zaman H bərabərdir A vurulsun B bölünsün C düsturundan istifadə eləmək lazımdır. Aydındır? Bəli. Bəli mən. Tutaq ki, məsələn, buranın məsələn 3 versə, buranın 4 versə, desə hündürlüyü tap. Birinci Pifagora görə hipotenuzu tapırsan, verir 5. H da bərabərdir 3 vurulsun 4 böl 5-ə. 12-ni 5-ə bölərsən, cavablar 3,4. Oldu uşaqlar? Bəli. Sonra, üçüncü növbədə nələrimiz var? Tutaq ki, hündürlük verib yenə, bura m yazıb, bura n yazıb, bir də bura A, bura B yazsaq. Bu şəkilə görə də deməli, 2 dənə düstur deyəcəm. Biri, nisbəti soruşa bilər səndən. M bölünsün n-in nisbəti uşaqlar. A kvadrat bölünsün B kvadrata bərabər. Məsələn, m-lə n-i 4, 3 veribsə, A-nın B-yə olan nisbəti 16 böl 9 olacaq. Yaxşımı? Bir də, ikinci qayda olaraq. Məsələn, A-nı tapmaq istəyirsənsə, A kvadratı bərabər n vurulsun bütöv uzunluq. M üstəgəl n-ə. B-ni tapmaq istəsən, B kvadrat bərabər n vurulsun, m üstəgəl n-yə. Oldu uşaqlar? Bəli mən. Bu belə. Sonra bu belə getdi. Deməli bunu getdi. Hə. Sonra düzbucaqlı üçbucaqda bir dənə belə bir qayda deyim sənə. Tutaq ki, hipotenuza hündürlük və median çəkib. Məsələn, bir dənə bir hündürlük çəkib. Bir dənə bir median çəkib. N yazaq. Bunlar arasında qalan bucağı soruşacaq. Uşaqlar, əgər buna bir x, buna bir y veribsə, yadda saxla, bu hündürlük median arasındakı bucaq bərabərdə bunların fərqinə. X çıx y. İndi mən x çıx y yazdım, indi hansı böyüdürsə, böyüdən kiçik çıxmaq lazım, təbii ki. Yox, işdir, bunlardan biri median olsa, belə üzürürsən, tənbölən olsa, məsələn, bu medianın yerinə tənbölən olsa və yaxud da bu qalsa yerinə hündürlük yerinə tənbölən olsa, o zaman bu fərqi 2-yə böləcəm. Alfa bərabərdir, 2 çıxılsın y bölü 2 olacaq. Testimizdə də buna aid sual var. Oldu? Bəli. Bu belə. Gəldik uşaqlar son olaraq sinuslar və kosinuslar teoreminə. Deməli, sinuslar teoremindən harada istifadə edəcəksənsə, qaydamız nədir? Sinuslar teoremi nədir uşaqlar? Üçbucaqda hər hansı bir tərəfin qarşıdakı bucağın sinusun olan nisbəti bir-birinə hər zaman bərabər olur. Yəni, A bölünsün sinus alfa bərabərdir B bölünsün sinus beta C böl sinus gamma.
Bu da lazım olarsa bərabərdir 2 vurulsun. Eğer uşaqlar xarici kimi çevrənin radiusudur, bunu bu bölmədə istifadə eləməyəcəksiniz. Çevrəni keçəndə lazım olacaq. Ona görə prosta qaydanı ümumi olaraq yazdım qalsın. Bir də var kosinuslar teoremi. Kosinuslar teoremi isə uşaqlar üçbucağın iki tərəfini verəcək. Bir də arasındakı bucağı verəcək. Qaydamız nədir? Necə tapacaqsan? X-in kvartı bərabər, deməli A-nın kvartı üstə gəlsin B-nin kvartı, çıx 2AB vur kosinus alfa. Aydındır uşaqlar. İndi nə zaman sinuslar teoremindən, nə zaman kosinuslar teoremindən istifadə edəcəksən, bir dənə onu deyim sizə. Yadda saxla. Əgər üçbucağın, bax, kosinuslar teoreminə baxsan, burada iki tərəfdir, arasından qalan bucaqdır. Əgər iki tərəf arasından qalan bucaq varsa, kosinuslar teoremindən yox. İki tərəfin arasından qalan bucaq yox. Başqa yerdə veribsə bucağı, kənar bir bucaq veribsə, o zaman sinuslar teoremindən istifadə edəcəksən. Oldu uşaqlar? Var. Tamam. İndi sinusun kosinusun, məsələn, tutaq ki, sinus 30-da, 90-da, kosinus nə bilim 45 necə alır, onlar da cədvəl kimi yazıram, bunu da əzbərləyin, söyüşümüz qutarsın. Deməli, başlayaq sinus 0-dan. Sinus 0-ın qiyməti 0-dır. Sinus 30 dərəcənin qiyməti 2-də 1-ə bərabərdir. Sinus 45 dərəcənin qiyməti bərabərdir, kök altında 2 bölünsün 2. Sinus 60 dərəcənin qiyməti bərabərdir, kök altında 3 bölü 2-dir. Sinus 90 dərəcənin qiyməti 1-dir. Bu trigonometriyanı keçəndə eyni qədər danışacağım sizə. Niyə görə 0-da 0 alır, 90-da 1 alır? Yəni o heç. Prosta hələ ki əzbərləyin. Sonra gəldik kosinusa. Kosinus 0-da uşaqlar 1 alır. Kosinus 30-da deməli kökdə 3 bölü 2 alır. Kosinus 45 dərəcədə bərabərdir, kök altında 2 bölünsün 2 alır. Kosinus 60 dərəcədə bərabərdir, 2-də 1 alır. Kosinus 90 dərəcədə 0 alır. Fikir versə sinusla kosinus bir-birinin nə idi uşaqlar? Yəni bu 90-a tamamlayıcı. Məsələn, sinus 30-un kosinus 60-da alır. Sinus 60-ı kosinus 30-da alır. Sinus 0-ı kosinus 90-da alır. Elə bir tamamlayıcısıdır. Dərsimiz deyil, amma bir dənə də burada yazım tangensindən kotangensi, bunu da yadda saxlayın. Tangensi tapanda əzbərləməyə ehtiyac yoxdur. Sinus alfanı kosinus alfaya bölürsən, kotangens alfanı tapanda kosinus alfanı sinus alfaya bölürsən. Oldu uşaqlar? Var. Problem yoxdur ki? Xeyr. Aha. Ümumi qaydalar bu qədər. Bir dənə bir şey deyəcəm sizə uşaqlar. Bayaqlar üçbucaq bərabərsinin ən birinci deyəndə bir şey dedim. Deməli, üçbucağın iki tərəfini verir. İki tərəfini verir. A, B, buranı bilmirsən, X. İndi əgər şərt verməsə, bayaqlar dedik ki, üçbucağın hər hansı bir tərəf yerdə qalan iki tərəfin cəmindən kiçik fərqindən böyük olacaq. Öz yerində. İndi bura bir alfa yazır. Şərt verir ki, deyir alfa böyütür 90 dərəcədən. Bəs onda nə edəcəksən? Deməli, uşaqlar, biz bayaqları Pifagor teoremi keçdik, ha? Düzbucaqlı, üçbucaqlı. Əgər bu alfa bərabərsə 90 dərəcə olsaydı nə olacaqdı? X-in kvartı bərabər, A kvartı üstər B kvartı olacaqdı, düzdür? Amma sənə deyir, alfa 90-dan böyüdür. Alfa böyütür 90-dan. Və ikinci bir dənə qayda dedik ki, üçbucaq bərabərsində, dedik ki, böyük tərəf qarşısında böyük bucaq durur. İndi uşaqlar, əgər alfa 90-dan böyüdürsə, deməli bizim axtardığımız tərəf, X tərəfi, buradan da X-i tapanda nə olur uşaqlar? Kök altında A kvartı üstər B kvartı olmur. Deməli, X tərəfi kök altı A kvartı üstər B kvartdan böyük olacaq, öz yerində. Bir də ki, sən ümumi olaraq bilirsən ki, sözsüz cəmindən kiçik olmalıdır da hər zaman. X də kiçik olacaq bunların cəmindən. İndi bu iki dənə düsturu ümumiləşdirsək, deməli nə oldu? Kök altı A kvartı üstər B kvadrat kiçikdir X-dan, bu da kiçikdir cəmindən. A üstə gəlsin B-dən. Oldu? Visyo. Qutardı, getdi. Üçbucağa aid qaydalarımız bu qədər uşaqlar. Başqa problem yoxdur ki, nəysə? Xeyr. Hər şey tam aydındır? Var. Var. Tamam, onu da kaydı dayandıraq, sonra sizin nə verəcəm, onu deyəcəm.